Ya Rəbbimiz, səni çağırırıq. Sən işığın Rəbbisən, həqiqətin atasısan. Sən gizlin açan, qaranlığı dağıdan, insanı öz içindəki yükdən azad edən Rəbbimizsən. Bu gün ata sənin qarşındayam. Bu gün içimizdə gizlətdiyimiz nə varsa onunla sənin qarşına gəlirik. Çünki gizlini yalnız sənin nurun sağalda bilər, ya Rəbb. Mən etiraf edirəm. Bəzən qorxudan, utanmaqdan, qürurdan, çaşqınlıqdan dolayı səhvlərimizi gizlədirik, ya Rəbb. Etiraf edirəm. Kiçik bir addımın böyük nəticələrə çevrildiyini görsək də, bəzən bunu etiraf etməyə gücümüz çatmır. Biz bilirik ki, gizlədildikcə günah böyüyür, ağırlaşır və canı sıxır. Amma bəzən, ya Rəbb, biz utanırıq. Bizə xatırlat. Sən bizi utandırmaq üçün deyil, xilas etmək üçün həqiqəti işığa çıxarırsan. Qorxunun zincirini qır. Qoy qorxu yox olsun. Çünki qorxu bizi gizlətməyə məcbur edir. Qoy sənin sevgin içimizdə o qədər böyüsün ki, qorxuya yer qalmasın. Kamil məhəbbət qorxunu qovar. Ya Rəbb, qüruru sök, mərhəmət ver. Qoy qürur bizi idarə etməsin. Bizi susturan, gizlədən, tək başına özüm həll edərəm deyən, dedirdən qüruru sındır. Çünki biz bilirik ki, öz gücümüzlə deyil, sənin lütfünlə xilas oluruq. Ya Rəbb, açıqlıq, cəsarət ver bizə. Düzünü demək, etiraf etmək, işığa çıxmaq üçün ürəyə cəsarət ver. Bilirik ki, işıq qorxuducu deyil. Işıq şəfa gətirir. Hər kim səmimi etiraf edərsə, sən onu bərpa edirsən, ya Rəbb. Ya Rəbb, gizliyin dağını qır. Aydınlığın yolunu aç. Ya Rəbb, qoru bütün ailələri. Əziyyət çəkən bütün ailələri qoru. Sınmış ailələri qoru. Ya Rəbb, gizlilik və yalan evləri sarsıdır, ya Rəbb. Sən ailələri qoruyan Rəbbsən, atasan. Qoy ər-arvad arasında gizli heç nə qalmasın. Qoy səmimiyyət, etibar, həqiqət yenidən qurulsun. Qoy hər bir evə sülh, birlik nəfəsində olsun. Borc yükü altında olanları azad et. Gizli borclar yığılan, faizlər, yaşanan çaxnaşma, bunlar ürəyi sıxır. Sən deyirsən, ey yüklənmişlər, hamınız mənə gəlin, mən sizə rahatlıq verəcəyəm. Ya Rəbb, gizliyin yaratdığı borc zincirini qır, maddi çətinlikləri çözümlə, hikmətli qərarlar verdir. Cığırları aç, çıxış yolu göstər, ya Rəbb. Ya Rəbb, müqəddəs ruhunla davranışı dəyiş. Biz təkcə problemin həllini yox, həyatın dönüşünü istəyirik. Qoy gizlətməyin yerini səmimiyyət, qoy qürurun yerini təvəkkülkarlıq, qoy yalanın yerini həqiqət, qoy qorxunun yerini sülh əvəz etsin. Ya Rəbb, təzə başlanğıc ver. Gizliyin yükü qaldırılsın, ürək yüngülləşsin, vicdan təmizlənsin, ruh yenilənsin. Sən yenidən quran Rəbbsən. Sən dağları üzərimizdən götürən, bütün bağları bərpa edən Rəbbsən. Sən günahı bağışlayan Rəbbsən. Sən köhnəni silib yenisini ilə əvəz edən Rəbbsən. Bugün sənin qarşında dua edirəm. Hər gizli şey işığa çıxıb şəfa tapsın. Çünki işıq gələndə qaranlıq qaçır. Həqiqət gələndə yalanın gücü qırılır. Sən gələndə azadlıq gəzir. Halleluya. Amin deyirəm, ya Rəbb. Ata, kim nədən əziyyət çəkirsə, kimin nə sıxıntısı varsa, ya Rəbb,
Sıxıntıların üzərində səni görə bilsin. Rahatlığını tapa bilsin. Ata, sən yer üzərinə gəldin. Heç kimə heç nə demədin. Heç kimlə mübarizə aparmadın. Sadəcə ruhu axıtdın, sadəcə lütfü axıtdın. Hər bir kəsin həyatını dəyişdirmək üçün. Hər bir kəsin həyatında yeni yönlərini, yeni xeyirdanı qoymaq üçün. Bu gün də eyni şəkildə ata sənin ruhun altında qoy hər bir kəs dincəlsin və rahatlansın. Ata, dua edirəm. Qoy sənə gələn aminlər çoxalsın, ya Rəbb. Həyatına sənin işığın gəlsin, ya Rəbb. Işıq səndəndir, ya Rəbb. Qaranlıqlar dünyadandır, ya Rəbb. O qaranlıqları işığa çevirəcək yeganə güc sahibi sənsən. Hansının həyatında o dünyanın qaranlığı varsa, onları işığa çevir, ya Rəbb. Namütlük varsa, ata, çarəsizlik varsa, onları ata, xeyirdaya çevir. Ya Rəbb, sən yer üzərinə gəldin. Hər birimizə öyrətdin ki, mən çarəsizləri çarə bulmaq üçün gəldim. Onlara həyat vermək üçün gəldim. Qoy sənin müqəddəs ruhunun gücü axsın onların həyatına. Rəbbim, sənin müqəddəs adının gücü axsın. Qoy açılmayan gözlər açılsın. Görməyən gözlər görsün. Eşitməyən qulaqlar eşitsin sənin səsinin ətrini, sənin səsinin gücünü. Qoy evlərə elə bir ətr axsın ki, sənin ətrin bütün evin ab-ı havasını dəyişsin. Qoy içlərdə gedən münaqişələr, mübarizələr tamamilə yox olsun. Və o mübarizələr, ya Rəbb, sənin sülhünə, sənin lütfünə çevrilsin. Ya Rəbb, hər şeyin cavabı səndədir, ya Rəbb. Ata, yaxınlaş. Hər kəsin həyatında olan o çarəsizliyi tamamilə ata, xeyirdana çevir. Mümkünsüzü mümkünlüyə çevir, ya Rəbb. Heç bir şey ata səndən üstün deyil bu yer üzərində. Yox cavablarını bəl və aminlərə çevir, ya Rəbb. Hər bir xəstəliyi şəfiyə çevir, ya Rəbb. Hər bir imkansızlığı imkanlılığa çevir, ya Rəbb. İsa Məsihin ismi ilə. Ya Rəbb. Ürəklərində, içlərində münaqişə aparan, mübarizə aparan hər bir kəsin həyatına sən daxil ol. O münaqişələr, o mübarizələr həqiqətən sənin sülhünün gücü ilə tam təmin olunsun. İsa Məsih ismi ilə. Ata, sən qadirsən. Sən hər şeyə və hər şeyə qadirsən. Qoy hər kəs ata dediyi o aminlər sənin dərgahında tamamilə ata onlara xeyirdağa gətirsin. İşsiz qalan hər kəsin həyatında sənin böyük bir gücün yer tutsun, ya Rəbb. Hər bir işsiz ata özünə iş tapa bilsin, ya Rəbb. Ya Rəbb, axtarışda olan hər bir kəs, işsiz olan hər bir kəs, hansı ki ata hər yerdən bir çarə axtarır, ya Rəbb. Nə edim, necə edim deyir. Ata, sənə yalvarıram. Səndən istəyirəm, diləyirəm, ya Rəbb. Yerin göyün sahibi sən deyilmisən? Bu dünyada nə qədər işlər varsa, o bilikləri, o zəkaları sən vermisən, ya Rəbb. Yerləşdir övladlarını, ya Rəbb. Yerləşdir ki, ya Rəbb, onlar öz həyatlarının xeyirduasını ala bilsinlər. Sənin ruhun onları qaldırsın, sənin ruhun onları tamamilə dünya həyatından azad etsin. Onlara qarşı olan bütün hücumları bağlayıram, atıram depsizlənən işlərə. İsa Məsih ismi ilə. Qoy hər bir kəs sənin qanuna bükülsün. Hər kəsin həyatında sənin güclü, qüdrətli ruhun başlıca yer tutsun.